dostumuz Süleyman Bəlli Sumqayıt Dostlar Klubunun üzvü olmasa da Sumqayıt Dostlar Klubunun idarə heyətinin üzvlərinin hər biri ilə şəxsən dostluq edir. Biz onunla qürur duyuruq və bu gün Sumqayıt Dostlar Klubunun üzvlərinin burada olması onu sübut edir ki, həqiqətən də Sumqayıt Dostlar Klubu onu xətrini çox istəyir və onu sevir. İcazə verin, bu kiçik hədiyyəni Sumqayıt Dostlar Klubunun adına ona təqdim edin. Sonra fikir davam edin. Mən Süleyman Bəlli uzun illərdir tanıyıram. Yəni hardasa 80-ci illərdən. Amma yaxınlığımız 90-cı illərdən olub, dostluğumuz 2000-ci illərdən. Çox xarakterci, çox yumuşaq, kövrə və sərt adamdır. Dediyindən dönən deyil. Əgər dediyində bilirsə ki, haqlıdır, o heç vaxt fikrindən dönən deyil. Mən ona can sağlığı arzulayıram. Mən ona yanıma bir söz düşdürməli, Allah canı sağ eləsin, xalq şairi Vahid Əzizin belə bir şeiri var, mənə 100 ömür arzulamayın. Mən də çoxdandan həmin şeylə bir nəzirə yazmışam, haradasa bir 10 il bundan qabaq. İstəyirəm o nəzirəni benim burada yeri gəlmişkən sizin diqqətinizə çatdırım. Mənə 100 ömür arzulamayın. Mənə 100 ömür arzulayan dost, İstəmə Tanrıdan belə bir dilək. Yığılıb başıma siz deyəndə tost, qocalıq günü düşünmək gərək. Heç 100 il yaşamaq istəmirəm mən. Çəliyə, dayağa möhtac olmayın. Vaxtında düşübsə saçlarıma mən dünyanı qarğa tək tutub qalmayın. Bu hələ yaşayır, qoy deməsənlər. Gözünü yormayın mən insanların. Vaxtında köçün ki, heyif desinlər, sayı da çox olsun ağlayanların. Dağılmaz bu dünya, inanın mənsiz. Görün, nə zamandır belə fırlanır. Cavanlar keçəndə ölən növbəsiz məni yaşamağın çox utandırır. Mənə 100 ömür arzulamayın. 100 il yaşamaq da Tanrı payıdır. Cavanlar mənim yox, mən cavanların. Çiynində dünyadan köçsəm yaxşıdır. Mənə 100 ömür arzulamayın. Mən başda Süleyman dostunuz olmaqla zalda oturan hər birinə sağlam ömür arzulayıram. Var olun, sağ olun.